Coğrafi test toplusu din 1-ci hissə xəritə və qlobus mövzusunun 84-cü sualından izahına davam edirik. 84-cü sual. Miqyası 1 bölünsün 50 milyon olan birinci xəritədə A və B məntəqələri arasında məsafə 82 sm. İkinci xəritədə isə həmin məsafə 205 sm-dir. İkinci xəritənin miqyasını və hansı qrupa aid olduğunu müəyyən edin. Əvvəlcə bizə miqyas verilib. Ədədi miqyası izahlı miqyasa çevirək. Qalır bizdə burada izahlı miqyas 1 sm 500 km və xəritədəki məsafə verilib 82 sm. Biz tapmalıyıq həqiqi məsafəni tapmaq üçün miqyası, yəni 500-ü vurmalıyıq xəritədəki məsafə 82-yə. Bu da bərabər 41.000 eləyir. Sonra deməli həqiqi məsafəni tapdıq biz. Xəritədəki məsafəmiz var. İndi miqyası tapa bilərik. Yəni 41.000-i biz bölməliyik 205-ə. Bunu hesablayaq. Bölünsün 205. Bu da bərabərdir eləyir bizə 200. 200 kilometr. Bunu da biz ədədi miqyas şəklində göstərmək üçün 5 sıfır əlavə eləməliyik. Bu da eləyir 20 milyon. Bilirik ki, biz 1 milyon və ondan kiçik miqyaslı xəritələr kiçik miqyaslı hesab olunur. Onun üçün cavabımız A bəndi. 85-ci sual. Miqyası 50 milyon olan birinci xəritədə yenə eyni tip sualdır. Yəni buradan 5 sıfırı silirik biz. 500-ü vuracağıq biz 152-yə həqiqi məsafəni tapmaq üçün. Bunu vuraq biz. 500 vurulsun 152. 76.000. 76.000 kilometr bizim tapdığımız həqiqi məsafədir. Xəritədəki məsafə 304 verilib. Biz miqyası tapmaq üçün həqiqi məsafə, yəni 76.000-ə bölürük 304-ü ikinci xəritədəki məsafəni. Bu da bizə bərabərdir eləyir 250. 250 izahlı miqyasdır. Biz ədədi miqyasa çevirmək üçün yenə 5 sıfır əlavə edirik. Bu da eləyir 25 milyon. 1 milyonun kiçik xəritələrdə kiçik miqyaslı xəritələr hesab olunur. Xəritənin coğrafi əsasına aiddir. Deməli, xəritənin iki əsası var. Riyazi əsas və coğrafi əsas. Yəni, əsasən bizim hesabladığımız şeylər, yəni miqyasdır, dərəcə torudur və koordinatlardır. Bunlar riyazi əsasdır. Amma digərləri, yaşayış məntəqələri, hidroqrafik şəbəkə və relyef, bunlar isə coğrafi əsasdır. Yəni, cavabımız 1, 2, 5 olmalıdır. Dünyanın fiziki xəritəsində müəyyən etmək mümkün deyil. Məntəqələr arasında yerli vaxt fərqini. Bunu müəyyən etmək mümkündür, çünki koordinatlar var, koordinatlar əsasında bunu tapmaq mümkündür. Dediyimiz kimi koordinatlar da mövcuddur. Ekvatordan məntəqəyə qədər olan məsafəni. Ekvatordan məntəqəyə qədər olan məsafəni də hesablamaq mümkündür dərəcəyə əsasən. Okeancə istiqamətlərini də müəyyən etmək mümkündür. Amma çayların enini və dərinliyini tapmaq mümkün deyil. Yalnız çayların uzunluğunu tapmaq mümkündür. Şərti işarələrdən də bildiyimiz kimi çaylar xətti şərti işarələrlə verilir və onlarda yalnız uzunluğunu tapmaq mümkündür. Eni və dərinliyi tapmaq mümkün deyil. Cədvələ Azərbaycanın müxtəlif miqyaslı xəritələrində Bakı ilə Astara şəhərləri arasındakı ən qısa məsafə santimetrlə verilmişdir. Hansı xəritənin miqyası daha böyükdür? Deməli, bizə verilən bu xəritədəki uzunluq, yəni xəritədəki məsafə olduğu üçün hansı məsafə daha böyükdürsə, xəritənin miqyası da daha böyük olacaq. Deməli, cavabımız burada B bəndi olmalıdır. Xəritədəki məsafə, miqyas nə qədər böyük olarsa, xəritədəki məsafə də o qədər böyük olacaq. Cavab B bəndi. Euler-Venn diaqramı əsasən uyğun bəndi müəyyən edin. Kartometrik təhlil, vizual təhlil. Deməli, kartometrik təhlil əsasən bildiyimiz kimi hesablamalardır. Miqyasın tapılması, koordinatların tapılması, azimutların hesablanması, bunlar kartometrik təhlildir. Vizual isə bizim vizual şəkildə gördüklərimizi biz təhlil edirik. Deməli, 1 kartometrikdir, 2 vizualdır, ümumi deməli, bura qeyd edilək, bir də geriyə qayıtmayaq. 1 kartometrik təhlilə aid olanlar idi, 2 vizual idi, 3 də ümumi, yəni 1, 2 və 3 də ümumilər götürəcəyik biz. Deməli, dərəcə toruna məsafələr ölçülür. Deməli, hesablama var. Hesablama varsa, bu kartometrik təhlildir. Bitki və heyvanlar aləminin müxtəlifliyini təyin edilir. Müxtəlifliyini biz bitki və heyvanlar xəritəsindən vizual təhlil eləyə bilərik. Azimut və istiqamətlər təyin edilir. İstiqamətlər təyin edilirsə, yenə də dediyimiz kimi bu kartometrik təhlildir. 3-ü buraxmışıq biz.
Əhalinin ərazi yerləşməsi müəyyən edilir. Deməli, əhali xəritəsində biz bunu vizual təhlil edə bilərik. Kartometrik tədqiqat metodudur. Hər ikisi tədqiqat metodudur. Coğrafi xərit məlumat əldə etmək üçün istifadə, hər ikisindən də məlumat əldə etmək üçün istifadə olunur. Deməli, 1, 4, 2, 3 və 5, 6. Cavabımız D bəndi olmalıdır. Euler və Venn əsasın uyğunluğu müəyyən edin. Deməli, konus proyeksiyası və silindrik proyeksiyası. Ekvator boyu ərazi təriflər olmur. Bu silindrik proyeksiyasının xüsusiyyətidir. Çünki silindr ekvator boyunca, globus ekvator boyunca silindrik toxunur və ekvator sıfır tərif xətti hesab olunur. Paralel və meridianlar düzbucaq altında kəsişir. Yine paralel və meridianın düzbucaq altında kəsişdiyi də silindrik proyeksiyadır. Amma konus proyeksiyasında paralellər qövsvarı verilir, meridianlar isə bir nöqtədən çıxan düz xəttlər şəklində. Toxunma xəttində tərif olmur. Bu hər ikisinə aid oxşar cəhətdir. Silindrikdə ekvatorda sıfır tərif xəttidir. Amma konusda 47 və yaxud da 62 şimal enliyi ola bilər. Mülayim enliklərin yerləşən ərazilərin xəritələrin tərtib olunmasında istifadə olunur. Bu da yenə konus proyeksiyaya aid xüsusiyyətdir. Silindrik proyeksiyada isə daha çox ekvator və ərazilərin xəritəsinin hazırlanması əlverişlidir. Deməli, düzgün cavab 3, 5, 1, 2 və 4, yəni C bəndi olmalıdır. Deməli, yeni tədqiqat metodlarıdır. Qrafik, vizual və kartometrik metodlar. Deməli, süxurla yayılan yatım formalarının təyin olunması üçün istifadə olunur. Bu, qrafik metoddur. Vizual, müxtəlif xəritələrdə fiziki və iqtisadi göstəricilərin haqqında məlumat əldə olunur. Bu, vizual göstəricidir. Kartometrik isə coğrafi hadisə və kəmiyyət göstərici, yəni hesablama aparırıqsa, bu kartometrik metod hesab olunur. Düzgün cavabımız A, C, B, yəni B bəndi olmalıdır. İkinci sual. Yer səthinin müəyyən bir nöqtəsindən hərəkətə başlayan səyyah şimal istiqamətində 10 km, sonra qərb istiqamətində 10 km, cənuba doğru daha 10 km getdikdən sonra hərəkətə başladığı nöqtəyə çatdığını görür. Səyyah haradan hərəkətə başlamışdır? Diqqətli baxsaq, şimala, qərbə və cənuba getsək, biz hərəkətə başladığımız nöqtəyə çatmırıq normalda. Bu yalnız biz cənub qütbündən hərəkətə başlasaq mümkündür. Siz bunu qlobus üzərində müşahidə etsəz daha yaxşı görə bilərsiniz ki, qlobus üzərində siz yer kürə formasında olduğu üçün şimala, qərbə və cənuba gedəndə avtomatik yenidən cənub qütbünə qayıtmış olacağıq biz. Cavab A bəndi olmalıdır. Xəritələrin hamısında təriflər mövcuddur. Lakin xəritənin təriflər olan hissələrində məsafəni hesablamaq üçün xüsusi miqyasdan istifadə edilir. Xəritədə 50 qərb uzunluğu və 10 şərq uzunluğu arasında 30 dərəcəlik paralel üzrə məsafə 15 cm-dir. Xüsusi miqyası hesablayın. Xüsusi miqyası tapmaq üçün biz əvvəlcə həqiqi məsafəni hesablayaq. Xəritə üzərindəki dərəcələrə əsasən 50 üstə gəlsin 10, 60 dərəcə. Deməli, aralarında 60 dərəcə fərq var və 30 dərəcəlik paralel üzərindədir. Və 30 dərəcəlik paralel üzərində 1 dərəcə 96,5 kilometrdir. Bunu hesablasaq biz, yəni 96,5 vurulsun 60. Bu da bərabər edir 5790. 5790 deməli bizim həqiqi məsafəmizdir. Bizə xəritədəki məsafə də verilib. Miqyası tapmaq üçün biz 5790-ı bölməliyik biz 15-ə. 15-ə bölməliyik bəli. Bu da eləyir bizə 386. 386 bizim üçün izahlı miqyasdır. Bunu ədədi miqyasa çevirsək biz 5-0 əlavə edəməliyik. Yəni bu da alınır cavab Y bəndi. Euler və Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, plan və xəritə verilib. Şərti işarələrlə təsvir edilir. Şərti işarələr həm planda olur, həm də xəritədə olur. Məhəlin təsviridir, yəni daha kiçik ərazinin təsviridir. Bu plana aid xüsusiyyətdir. 2 buraya aiddir. Böyük ərazilər təsvir edilir. Böyük ərazilər xəritədə təsvir olunur. Planda isə daha kiçik ərazilər təsvir edilir.
generalizasiya daha çox məruz qalır. Deməli, xəritə daha kiçik miqyasda tərtib olunduğu üçün generalizasiyada daha çox məruz qalır. Amma plan daha böyük miqyasda olduğu üçün generalizasiya daha az olur. Miqyasdan istifadə olunur. Miqyas hər ikisində olur, həm planda, həm də xəritədə. Tərif demək olar ki, olmur, planda demək olar ki, təriflər yoxdur. Deməli, düzgün cavab 2, 6, 3, 4 və 1, 5 cavab A bəndi olmalıdır. Yenə eyni diaqramı sualdır. Enlik və uzunluq verilib bizə coğrafi. Məntəqənin mövqeyini əks etdirir. Həm enlik, həm uzunluq mövqeyi əks etdirir. 0-90 dərəcə arasında hesablanır. Yəni, bu paralellər, yəni coğrafi uzunluq aid xüsusiyyətdir. Girin üçdən hesablanır, əlbəttə ki, uzunluq. 0-180 dərəcə arasında coğrafi uzunluq. Koordinatları hər ikisi ekvatorun hesablanır, əlbəttə ki, coğrafi enlik. Deməli, 2, 6, 3, 4, 1, 5 cavab Y bəndi olmalıdır. Paralellər və meridianlar istiqaməti təyin etməyə imkan verir. Hər ikisinə aiddir. 1 dərəcəlik qövs hər yerdə eynidir. Bir-birinə bərabər olan meridianlar üçün aid xüsusiyyətdir bu. 111 kilometrdir götürülür. Çevrədir paralellər. Ayrı-ayrı enlikdə 1 dərəcənin uzunluğu müxtəlifdir bu paralellər yenə. Qütbləri birləşdirir. Meridianlar yarım çevrə formasında olan koordinatları da hər ikisinin əsasını təyin etmək olar. 3, 4, 2, 5, 1, 6. Yəni, asansı olduğu üçün tez keçdik üstündən. Silindrik proyeksiya tərtib edilən xəritədə ərazisi ən az tərif olunan materik və bunun səbəbi. Deməli, bayaq da dedik ki, biz silindrik proyeksiyada ekvator yanı ərazilər az tərif olunur. Deməli, ən az tərif olunan materik də ekvatorun kəsdiyi materik olmalıdır. Ekvator bildiyimiz kimi Cənubi Amerikanı və Afrikanı kəsir. Amma ekvator Cənubi Amerikanı həm daha geniş ərazidə kəsdiyi üçün, həmçinin də tam mərkəzindən keçdiyi üçün daha az tərif olunacaq materik Afrika materikidir. Sıfır tərif xətt ətrafında daha geniş ərazi əhatə etməsi. Cavab Y bəndi olmalıdır. Sxemə əsasən A və B məntəqələr arasında məsafə miqyası 1,2.500.000 xəritədə neçə santimetr olduğunu hesablayın. Bizə deyilib ki, A və B arasında məsafə 73 və 74, yəni 1 dərəcəlik məsafə 74 kilometrə bərabərdir. A və B arasındakı məsafəni də görürük ki, biz 76 çıxılsın 71, A ilə B arasında 5 dərəcə məsafə var. Biz görürük ki, hər 1 dərəcədə 74 kilometrdir. Deməli, 5-i vurmalıyıq 74-ə. Bu da eləyir bizə 370 kilometr. Deməli, 370 kilometr həqiqi məsafədir. Miqyas da bizə verilir. 5,08 bizə 25 qalır. Biz xəritədəki məsafəni tapmaq üçün deməli 370-i bölməliyik 25-ə. Bunu hesablayaq. 370 böl 25. Bu da bərabərdir. Alındır bizdə 14,8 santimetr. Cavabımız deməli C bəndi olmalıdır. 99-cu sual. Topoqrafik xəritə sxemdə təsvir olunmuş ərazi üçün doğrudur. Bulaq çayın sağ sahilindədir. Deməli, bulaq buradadır. Və çayın da istiqamətinə əsasən sağ yox, sol sahilində yerləşir. Bizə doğru fikirlər lazımdır, onda 1 lazım deyil. Ərazinin cənubundan axan çay sıldırımlı sahilə malikdir. Çay, bəli, ərazinin cənubundan axır və burada uçurumlar, sıldırımları görə bilirik. Deməli, doğru fikirdir. Ərazinin qərbində meşə və kolluqlara rast gəlinir. Ərazinin qərbinə baxsaq biz, burada meşə və kolluq görmürük biz. Deməli, bu fikir doğru fikir deyil. Çay yatağından şimala doğru meyillik əvvəlcə artır, sonra azalır. Çay yatağından şimala doğru meyillik artır, çünki diqqətli baxsaq aralarındakı məsafə azalır. Amma sonra yenidən aralarındakı məsafə artırdığı üçün meyillik deməli əvvəlcə artır, sonra yenidən azalması müşahidə edilir, çünki burada məsafə artır horizontallar arasında. Deməli, doğru fikirdir. Ərazinin şimal-qərbində meyvə bağları salınmışdır. Ərazinin şimal-qərbinə baxsaq biz, şimal-qərbində meyvə bağı görmürük. Deməli, bu da doğru fikir deyil. Çayın sol sahili
boyu inkişafda olan yayğanlar müşahidə olunur. Deməli, bu yayğanın işarəsidir və burada yayğanlar sol sahilidir və yayğanlar var. Düzgün cavab da deməli 6 olmalıdır. Deməli, düzgün cavab 2, 4, 6 cavabımız B bəndi. Azərbaycan Respublikası müvafiq olaraq Argentina, Norveç və Singapur dövlətlərindən hansı istiqamətdə yerləşir? Deməli, Argentina Cənubi Amerikada yerləşdiyi üçün Azərbaycan Respublikası Argentina, Singapur Argentinadan şimal-şərq istiqamətində olmalıdır Azərbaycan. Dövlətlərinin hansı istiqamət? Şimal-şərq istiqaməti, şimal-şərqimiz var. Baxaq digərlərinə də Norveçdən Azərbaycan cənub-şərq istiqamətindədir. Singapurdan isə şimal-qərb istiqamətində. Düzgün cavabımız elə C bəndi olmalıdır. Şimal coğrafi qütbündən hərəkətə başlayan səyyah bir qədər getdikdən sonra hərəkətini 90 azimutda davam etdirmişdir. O yenidən şimal qütbünə ən qısa yolla hansı azimutla qayıtmalıdır? Bu da bayaqki cənub qütbü sualına da aiddir. Deməli, biz şimal qütbündəyik və şimal qütbündən hərəkətə başlamışıq. Şimal qütbündən biz hərəkət etsək cənuba getmiş olacağıq. Sonra bizə deyir ki, 90 azimutla hərəkət etmişik. Ən qısa yolla qayıdacağımız yenə də ilə şimal olmalıdır. Yəni 0 azimut. Bu da yeni qlobusla yaxşı müşahidə edə bilərsiniz bunu. Bakıdan hansı azimutla hərəkət edən səyyah yer kürəsini daha tez dövrə vurub ilkin məntəqəyə çatar? Deməli, bildiyimiz kimi Bakı şəhəri yerləşir 40 şimal enliyi 50 şərq uzunluğunda. Deməli, ən uzun biz meridianla getsək 40 şimal enliyində yerləşdiyi üçün 40 şimal enliyi biz bilirik ki, paralellər şimala doğru getdikcə, şimala və cənuba getdikcə uzunluqları azalır. 40 şimal enliyində yerləşdiyimiz üçün bizim meridian üzrə, yəni 180 və 0 azimutlar hərəkət etsək, meridian üzrə hərəkət etmiş olarıq. Həmçinin 135 və 315-də də. Amma biz paralel üzrə hərəkət etsək, ən qısa dövrəni vurmuş olarıq. Yəni, paralel üzrə 40 şimal enliyi üzrə 270 ya da 90 azimutla getsək, ən qısa dövrəni vurmuş olarıq. Cavab B bəndidir. Xəritənin miqyası ilə generalizasiya arasında asıllıq qrafikini müəyyən edin. Deməli, miqyas nə qədər böyük olarsa, generalizasiya o qədər az olur. Yəni, tərs mütənasiblik olmalıdır. Bu yaxşı görsənmir. Xət, yəni bu formadadır. Yəni, tərs mütənasiblikdir. Miqyas nə qədər böyük olarsa, generalizasiya o qədər az olur. Yəni, ümumiləşdirmə az olur. Silindrik bölgəsində yaranan təriflər coğrafi enliklər arasında asıllıq qrafikini müəyyən edin. Deməli, coğrafi enliklər biz bilirik ki, silindrik bölgəsində ekvator 0 tərif xəttidir. Ekvatorda demək olar təriflər yoxdur. Amma ekvatordan qütblərə doğru getdikcə təriflər artır. Yəni, coğrafi enliyin dərəcə qiyməti artdıqca tərif də artır. Cavabımız onun üçün C bəndi olmalıdır. Coğrafi enlikdə 1 dərəcəlik paralel qövsün uzunluğunun dəyişməsi arasında hansı qrafiki müəyyən edin? Deməli, biz bilirik ki, ən uzun paralelimiz ekvatordur. Ekvatordan şimala və cənuba getdikcə uzunluqları qısalır. Nəticədə uzunluq qısaldığı üçün 1 dərəcəlik paralel qövsün uzunluğu da qısalır. Yəni, dərəcə qiyməti böyüdükcə uzunluq qısalır. Yəni, düzgün cavab Y bəndi olmalıdır buradadır. 106-cı suala baxaq. 180 dərəcəlik meridiandan 90 azimutla 2500 km uçan təyyarənin müxtəlif meridianlarda yerə enməsinin səbəbi nədir? Deməli, hər ikisi eyni meridiandan başlayacaq, 180 dərəcəlik meridiandan yola başlayır və hər ikisi şərqə doğru gedir və hər ikisi 2500 km gedir. Amma eyni meridian üzərində yerə enmirlər. Bu normaldır, çünki paralellərin uzunluqları fərqlidir və müxtəlif paralellər üzərində uzunluq fərqli olduğu üçün də onları fərqli meridianlar üzərində yerə enəcəklər. Yəni, cavab müxtəlif paralellər üzərindən hərəkət ediblər olmalıdır. Növbəti sual. Eyni ölçüyə malik divar xəritələrində hansı ərazilər daha böyük və daha kiçik miqyasda təsvir olunur? Deməli, eyni ölçüdə divar xəritələridirsə, deməli bizə ərazisi kiçik olan yerlər daha böyük ölçüdə, yəni daha böyük miqyasda təsvir olunacaq. Ərazisi böyük olanlar isə daha kiçik miqyasda təsvir olunmalıdır. Deməli, bunlardan bizə ən kiçiyi
Abşeron yarımadasıdır. Ən kiçiyi Abşeron yarımadasıdır. Ən böyüyü isə Aralıq dənizidir. Deməli 1-ə B, 2-yə isə D olmalıdır. Ən kiçik Abşeron, ən böyüyü Aralıq dənizidir. Sxemdə verilən A və B məntəqələri arasında məsafə 7686. Deməli A və B məntəqələri arasında məsafə 7686-dır və A və B 40-cı paralel üzərindədir. Və 40-cı paralel üzərində biz bildiyimiz kimi 1 dərəcə 85,4 kilometrə bərabərdir. Yəni biz bunu 85,4 kilometrə bölməklə aralarında neçə dərəcə məsafə olduğunu tapa bilərik. Əvvəlcə tapaq. Deməli 7686 bölünsün 85,4. Bu da bizə bərabərdir 90. Deməli A və B arasında 90 dərəcə fərqi var. 90 dərəcə fərqi varsa A yerləşirsə 30 qərb uzunluğunda və biz şərqə doğru getdiyimiz üçün çıxmalıyıq. 30 çıxılsın 90 eləyir 60. Deməli B yerləşir 60 dərəcə şərq uzunluğunda. Biz B-nin yerləşdiyi uzunluğu tapdıq. 30 idi. 30-dan çıxdıq 90, 60. 60 şərq uzunluğu. Buna əsasən C məntəqəsindəki coğrafi uzunluğu tapdıq biz 60 şərq uzunluğunu və B məntəqəsinin Bakı ilə arasında ən qısa məsafəsini müəyyən edin. Deməli, B məntəqəsi yerləşir 60 şərq uzunluğunda, Bakı isə yerləşir bu tərəfdə, yəni 50 şərq uzunluğunda və aralarında 10 dərəcə fərq var, 60 çıxılsın 50, 10. 10 da vurmalıyıq biz 85,4-ə, bu da eləyir 854. Deməli, 60 şərq uzunluğu tapmışdıq və 854 olmalıdır. Sxemdə verilən A və D məntəqələri arasında müvafiq olaraq coğrafi enlik və coğrafi uzunluq fərqini müəyyən edin deyir bizə. A və D arasında. A və D arasında enlik fərqi 30 üstə gəlsin 60 bərabərdir. 90 dərəcə enlik fərqi var. Uzunluq fərqi isə A və D arasında. A və D nöqtələri arasında uzunluq fərqi isə 20 üstə gəl 60 fərqli yarımladığı olduğu üçün topladıq yenə. Cavab yerində. Azərbaycan Respublikasının sahəsi hansı xəritədə daha az generalizasiyaya məruz qalar? Miqyas nə qədər böyük olarsa, generalizasiya o qədər az olar. Bunlardan ən böyük miqyaslısı isə bizə izahlı miqyas şəklində verildiyi üçün. Deməli, ən böyük miqyaslısı burada 1 santimetrdə 6 kilometr. 6 kilometr ifadə etdiyi B, yəni 1 santimetr kilometr ən böyük miqyaslıdır və orada da ən az generalizasiya olacaq. Sxemə əsasən silindrik proyeksiyada ən çox və ən az tərifə malik olan ərazilər müəyyən edilir. Deməli, bildiyimiz kimi silindrik proyeksiyada ekvatora yaxın ərazilər az tərif olunur. Ekvator uzaqlaşdıqca təriflər çoxalır. Ekvatora ən yaxın olan B ən az tərif olunacaq. Ən çox tərifi isə ən uzaq olan. Bunlardan da ən uzaq olanı görürük ki, Y-dir. Cavab beləli Y və B olmalıdır. Y və B. Cavabımız A bəndi olmalıdır. 112-ci sual. Verilən məntəqələrin hansından səyyah daha qısa vaxt ərzində bütün meridianları keçə bilər? Deməli, bizə qütbə yaxın ərazidə olmalıdır. Yəni qütbə yaxın ərazidə qısa vaxt ərzində bütün meridianları keçə bilər. Qütbə. Deməli, 80 şimal enliyindən 180 azimut. 88 şimal enliyindən 180 azimutla hərəkət etsə, əksinə, yəni biz şimaldan cənuba doğru getdik üçün bir meridian üzərində hərəkət edəcək. Yəni bu ola bilməz. 89 cənub enliyindən 0 azimutda. 89 cənub enliyindən 0 azimutda. Yəni əksinə yenə də yalnız bir meridian üzərində hərəkət edəcək. Amma cənuba doğru getsəydi, cənub enliyindən cənuba və ya şimaldan şimala doğru getsəydi götürə bilərdik. 85 şimal enliyindən 90 azimutda. 85 şimal enliyi şimalda yerləşir, yəni məsafə qısadır və şərqə doğru getməklə bütün meridianları keçə bilər. Ekvator 270 azimutla hərəkət etsə, xeyr, bu məsafə ən uzun məsafə olacaq. Cənub qütb dairəsindən 45 azimutla hərəkət etsə, düzdür, hamısı keçə bilər, amma buna çox böyük vaxt lazım olacaq. Yəni daha ən yaxın cavabımız C bəndi olmalıdır. Eyni meridian üzərində olan A məntəqəsi B məntəqəsindən 180 azimutda.
Deməli, A məntəqəsi B məntəqəsindən, yəni A ilə B eyni meridyan üzərindədir və A məntəqəsi B-dən 180 azimutda yerləşir. Deməli, burada A-mız var bizim, burada B məntəqəmiz var. Azimutda 4995. 4995-i biz bölsək 111-ə alınır bizdə 45 dərəcə. Deməli, aralarında 45 dərəcə fərqi var. Hansı halda A məntəqəsi cənub yarımkürəsində yerləşə bilməz? Hansı halda A məntəqəsi cənubda yerləşə bilməz? Baxaq. B məntəqəsi şimal qütb dairəsi üzərində yerləşərsə, B şimal qütb dairəsindədirsə və bizim bildik ki, aralarında 45 dərəcə var. 66,5 çıxılsın 45 eləyir 23,5 eləyir 66,5-dən çıxsaq 21,5 dərəcə. Yəni 21,5 şimalda qalır da. Cənubda yerləşə bilməz. Cavabımız elə A bəndə olmalıdır. Baxaq digər variantlara. B məntəqəsi Bakıda yerləşərsə, Bakı 40-da yerləşir, 40 çıxılsın 45 cənuba getdi. 5 cənub enliyində olacaq. Şimal tropikində 23,5 çıxılsın 45 yenə cənubda olacaq, çünki mənfi çıxır. B məntəqəsində günəşin minimum düşmə bucağı 50 dərəcə olarsa, günəşin minimum düşmə bucağı 50 dərəcədirsə, bunu hesablamalıydıq biz. Minimum üstürümüz 90 çıxılsın enlik və çıx 23,5-dir. Burada da bərabərdir 50-yə desək biz 66,5 çıxılsın 66,5 alınır bizdə. Bundan bunu çıxsaq çıx y bərabərdir 50, deməli y bərabərdir 16,5 alınır. 16,5-dən yenə də 45-i çıxsaq biz yenə də cənuba gedirik. B məntəqəsinin maksimum düşmə bucağı 90 olarsa. 90 olarsa 23,5 və kiçik məntəqə olmalıdır. Yenə də cənubda yerləşəcək. Cavabımız ilə A bəndə olmalıdır. Böyük miqyaslı qlobusdur. Yəni, böyük miqyaslı qlobus deyirsə, deməli, miqyas 1/30 milyon olmalıdır. Böyük miqyaslı qlobuslarda. 1/30 milyon. Ekvator üzərində yerləşən iki məntəqə arasında məsafə 18,5 santimetrdir. Orta miqyaslı qlobuslu məntəqələr arasında məsafəni və dərəcə fərqini hesablayın. Yəni, ədədi miqyası izahlı miqyasa çevirsək qalacaq bizdə 300. Deməli, miqyas bərabərdir 300 və bizə xəritədəki məsafə 18,5 olduğu üçün deməli, biz burada 18,5-i yəni xəritədəki məsafəni vurmalıyıq miqyasa, yəni 300-ə. Bunu biz hesablayaq. 18,5 vurulsun 300 bərabərdir 5550. Deməli, aralarındakı məsafə 5550 kilometrə bərabərdir. 5550 kilometr və ekvator üzərindədir bizə. Bunu da 111-ə bölsək, deməli dərəcə 50 dərəcə olmalıdır aralarındakı. Və bizə deyir ki, bu məsafə orta miqyaslı qlobusdur. Orta miqyaslı qlobusun miqyası 1/50 milyon olmalıdır. Burada da yenə 5 sıfır isə qalacaq bizə 500. 5550 bölünsün 500-də bərabərdir 11,1. Onun üçün cavabımız C bəndi olmalıdır. Bakı və Pekin eyni coğrafi enlikdə yerləşsələr də, Bakı 50 şərq uzunluğunda, Pekin 117 şərq uzunluğunda yerləşir. Bakının Pekindən hansı azimutdur? Deməli, bu bizim Bakımız, bu da Pekinimiz. Deməli, Bakının Pekindən hansı azimutdur? Bakı Pekindən yerləşir 270 azimutla, Pekin Bakıdan isə yerləşir şərq istiqamətdə. Deməli, 270 və şərq. A bəndə olmalıdır. A və B məntəqələrin ayrı xüsusiyyətləri və onlar arasındakı məsafəni hesablayın. Deməli, Greenwichdən eyni məsafədədirlər. Greenwichdən eyni məsafədədirlər. Bəli, Greenwich 0, hər ikisi 1,15 şərq, 1,15 qərbdə yerləşir və məsafələri eynidir. Qərb yarımkürəsində A yerləşir qərbdə, B yerləşir şərqdə. Qütblərdən məsafələri eynidir. Bəli, eyni paralel üzərində olduğu üçün məsafələri də eyni olacaq. Coğrafik koordinatlar enliyi eynidir, amma uzunluğu dediyimiz kimi eyni deyil. Ekvatorun olan məsafələri isə eynidir. Aralarındakı məsafə isə 15 dərəcəsindən 15, 30, 30-u vurmalıyıq. 85,4-də. 85,4-də bunu vursaq, alınacaq bizdə 2562. Cavabımız A bəndi olmalıdır. 117-ci sual. A və B məntəqənin aydınlıq xüsusiyyətləri və onlar arasında qalan məsafəni kilometr ilə müəyyən edin. Deməli, A və B hər ikisi eyni paralel üzərindədir. Biri A15 qərb uzunluğunda, B isə
A 15 şərq uzunluğunda, B də 60 şərq uzunluğunda. Yəni hər ikisi şərq uzunluğunda şərq yarımkürəsində yerləşir. Şərq yarımkürəsində yerləşirlər, deməli doğru cavabdır. Mülayim və tropik işıqlanma qovşaqlarında yerləşirlər. Tropikdə yox, yalnız mülayimdədir, onun üçün bu doğru deyil. Greenwichdən eyni məsafədə yerləşirlər. A Greenwich daha yaxındır, B isə daha uzaqdır. Ekvatordan məsafələri eynidir. Bəli, ekvator məsafələri eynidir. İkisi də 40 şimal enliyində yerləşir. Qütblərdən bəli, eyni paralel üzərində olduğu üçün qütblərdən də məsafələri eynidir. Yerləşdiyi paralelin uzunluğu 20272-dir. Yəqin ki, bu doğru deyil. Yerləşdikləri paralel 40-dır. 40 dərəcə paralel üzərin 1 dərəcə 85,4 olduğu üçün bunu da vursaq biz 360-a bərabərdir. 30.744 kilometrə bərabərdir. Aralarındakı məsafə isə biri 60 şərq uzunluğunda, biri 15 şərq uzunluğunda yerləşdiyi üçün 60 çıxılsın. 15, 45, 45-də vururuq biz 85,4-ə. Bu da bərabərdir 3843. Yəni 145 və 3843. Cavab C bəndi olmalıdır. A məntəqəsindən əvvəl 0 azimutla, A-dan əvvəl 0, yəni şimala doğru 40 dərəcə getdik. Çatdıq 40 şimal enliyinə. Sonra isə 270 A, yəni qərbə doğru 45 dərəcə, yəni getdik buradan da 45 dərəcə. Çatdıq elə 45 dərəcə qərb uzunluğuna. Getdi müşahidə çatdığı məntəqənin coğrafi koordinatını. Deməli, 40 şimal enliyi, 45 qərb uzunluğu. Getdiyi məsafə 40 vurulsun 111.440 kilometr. 45-i də vurmalıyıq biz 85,4-ə. Çünki 40-cı paraleldə getmişik. Bunu da biz 45-i vursaq 85,4-ə. Bu da bərabərdir 3843. 3-də gəl 4440. Bu da bərabərdir 8283 kilometr. Yəni cavab D bəndi olmalıdır. 119-cu sual yenə eyni tipdir. A nöqtəsindən əvvəlcə 270 azimutla qərbə. Yəni biz 100 şərq uzunluğundayıq. Qərbə doğru getsək biz çatacağıq 50 şərq uzunluğuna. Deməli 50 şərq uzunluğundayıq biz. Daha sonra 180 azimutla, yəni 60-dan cənuba doğru getdik biz. Gəldik 60 çıxılsın 20. Bu da bərabərdir 40. Deməli bizim koordinatlarımız 40 şimal enliyi, 50 şərq uzunluğu. 40 şimal 50 şərq, yəni bu da Bakıdır. 40 şimal 50 şərq, yəni Bakı, Xəzər dənizi sahilləri. Cavab B bəndi. Xəritə sxemdə A nöqtəsindən əvvəlcə 270 azimutla, yəni qərbə doğru 100 çıxılsın 90. Bu da eləyib 10 dərəcə. Deməli biz olmalıyıq 10 dərəcədə. Çatdıq 10 şərq uzunluğundayıq. 10 şərq uzunluğu. Daha sonra 180 azimutla, yəni cənuba doğru biz yerləşirik 60-da. 60-dan da biz inəndə çatmalıyıq hardasa 40-a. 40-a, yəni bu aralardayıq. Bu da olur 40. Yəqin burada 60 yazılıb da. Bu da olacaq 40. Deməli biz 40 şimal enliyindəyik. 10 şərq uzunluğundayıq. 40 şimal enliyi 10 şərq və Aralıq dənizi sahillərində yerləşirik. 40 şimal 10 şərq. Səyahətçi A məntəqəsindən 180 azimutda 2220, sonra isə 90 azimut 5124 km hərəkət etdi. Son məntəqəyə çatmışdır. Həmin son məntəqənin çatmış, həmin məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Deməli biz 60 şimal enliyi, 60 şərq uzunluğu. Bu xəritə üzərində baxaq. 60 şimal enliyi olsun, burası bizim 60 şimal enliyimiz və 60 şərq uzunluğu. Yəni bu aralardan. Biz burası da 60 olsun. Buradan səyahət yola başlamışıq. Əvvəlcə 180 azimutla 2000, yəni gəldik cənuba. Çatdıq biz 40-a. Cənuba 20 dərəcə gəldik. 2220 bərabər 20 dərəcə. İndi 90 azimutla 5124. 40 dərəcəlik paralel üzərində hərəkət etdiyimiz üçün 5124-ü bölməliyik biz 85,4-ə. 5124-də bölək 85,4-ə. Bərabərdir 60. Deməli biz 60 şərq uzunluğunda idik və gedirik indi yenə şərqə doğru 60 dərəcə.
Deməli 60 üstə gəlsin. 60 eləyir 120. Deməli bizim məntəqənin koordinatları 40 şimal enliyi və 120 şərq uzunluğu olmalıdır. 40 şimal enliyi və 120 şərq uzunluğu C bəndi olur cavab. Daha sonra 122-ci sual. Səyahətçi A məntəqəsindən A'dan, yəni 40 şimal enliyi, 120 şərq uzunluğu, 270 azimutda 5124. Bayaq biz 5124 bölmüşdük 85,4-ə demişdik ki 60 dərəcədir. Yəni 120 çıxılsın 60 eləyir bizə 60. Yəni buralardayıq biz 60 şərq uzunluğundayıq. Sonra isə şimala doğru getdik 2220. Yəni 40 üstə gəlsin 20, bu da eləyir 60. Deməli 60 şimal 60 şərq. Yəni bayaqki sualın tərsidir. 123-cü sual. A 70 şimal enliyi 40 şərq uzunluğunda və B məntəqəsi isə 70 şimal enliyi 140 qərb uzunluğunda yerləşir. Məntəqələr arasındakı ən qısa məsafəni 20 milyon miqyaslı xəritdə neçə santimetr olar? Diqqətlə fikir versək, A və B məntəqələri. Birinci A məntəqəsi yerləşir. 70 şimal enliyi və 40 qərb uzunluğu, 40 şərq uzunluğunda. B məntəqəsi isə yerləşir. 70 şimal enliyi və 140 qərb uzunluğunda. Aralarındakı uzunluq fərqini tapsaq, A və B arasındakı 140 üstə gəlsin 40, 180 dərəcə eləyir. Əgər aralarındakı dərəcə fərqi 180 dərəcədirsə, bu məntəqələr tam olaraq bir-birinin arxasındadır deməkdir. Yəni, eyni meridian çevrəsi üzərindədir. Əgər iki məntəqə arasındakı dərəcə fərqi, uzunluq fərqi, yəni 180 dərəcədirsə, bu məntəqələr eyni bir meridian çevrəsi üzərindədir. Onun üçün də bu məntəqələr arasındakı məsafəni biz meridian çevrəsi üzrə hərəkət etməliyik. Yəni 70 şimal enliyindən 90 enliyə kimi 20 dərəcə məsafə var və 90-dan yenidən 70-ə kimi 20 dərəcə var. Yəni aralarında A və B məntəqələri arasında cəmi 40 dərəcə uzunluq fərqi var. Və uzunluq fərqi olduğu üçün biz bunu vurmalıyıq 111-ə. 40 və 111 4440 kilometrə bərabərdir. Bu tapdığımız həqiqi məsafədir və miqyasımız da 200 olduğu üçün biz 4440-ı bölməliyik 200-ə. Bu da bizə bərabərdir, alınır 22,2. Cavabımız A bəndi. Sonra 124-cü sualda yenə eyni tip sualdır. Diqqətli fikir versək, A məntəqə yerləşir 120 şərq uzunluğunda, B məntəqəsi 60 qərb uzunluğunda. Yəni onlar arasındakı uzunluq fərqi yenidən 180 dərəcədir. Yəni 120 üstə gəlsin 60. Deməli, bu məntəqələr yenidən eyni meridian çevrəsi üzərində yerləşirlər. Onda biz 50 şimal enliyi və 70 şimal enliyi arasındakı uzunluq fərqini tapmalıyıq. Əlbəttə ki, qütbdən keçmək şərti ilə. Yəni biz bunu bu formada tapa bilərik. 50 üstə gəlsin 70 eləyir bizə 120 dərəcə eləyir. 120 dərəcə. Yəni uzunluq fərqi 120 dərəcə ola bilməz və bunu təzədən biz çıxırıq 180-dən. 180 çıx 120 bərabərdir 60 dərəcə. Deməli 60 dərəcə fərqi var A və B məntəqələri arasında qütbdən keçmək şərti ilə. Ya da bu formada biz sxem çəkirdik. Birinci məntəqə yerləşirdi 50 şimal enliyində, o biri 70 şimal enliyində olduğu üçün 50-dən 90-a qədər 40 dərəcə var, 90-dan 70-ə qədər 20 dərəcə, yəni cəmi 60 dərəcə, yəni eyni bir şeydir. Və 60-ı biz vurmalıydıq 111-ə, bu da alınır bizdə 6660 kilometr. 6660 kilometr və xəritədəki məsafə də 33,3-dür. Yəni biz 6660 kilometri bölməliyik 33,3-ə. Bu da bizə bərabərdir, alınır 200. Yəni cavabımız B bəndi olacaqdır burada. 125-ci sual. 54 cənub enliyi və 38 şərq uzunluğundan 0 azimutda 2775 km hərəkət edən səyahətçinin çatdığı məntəqə ilə cənub tropiki arasında ən qısa məsafəni hesablayın. Yaxşı, 54 cənub enliyi və 38 şərq uzunluğundayıq biz. Yəni 54 cənub enliyi və 38 şərq uzunluğu üzərindəyik. Və buradan
0 azimutda, yəni şimala doğru gedirik. Cənubdayıq və şimala doğru gedirik. 2775. 2775-i biz bölməliyik 111-ə. Alınır bizdə 25. Deməli, biz 54 cənub enliyindən 25 dərəcə şimala getməliyik. Bunun üçün də 54 çıx 25 eləməliyik biz. Çünki cənubdan şimala doğru gedirik biz. Bu da bərabərdir 29 dərəcə. Yəni biz 29 dərəcə cənub enliyinə çatdıq. Və cənub tropiki deyilir bizə. Cənub tropikidə yerləşir bildiyimiz kimi 23,5 dərəcədə. Yəni biz 29 dərəcəyə çatdıq, tropik yerləşir 23,5-də. 29 çıx 23,5. Bu da bizə bərabərdir alınır 5,5 dərəcə. Və 5,5-i də bizə kilometrə çevirmək üçün biz 111-ə vurmalıyıq. Bu da 610,5 eləyir. Yəni cavabımız A bəndi. Və cənub və şərqdə yerləşdiyi üçün Qvineyadan da cənub və şərq tərəfdə yerləşir. Yenə eyni tip sualdır. Bizə deyir ki, 42 şimal enliyi və 32 şərq uzunluğundan burada çəkək. 42 və 32 şərq uzunluğundan. 180 azimutla 2775. Bu yuxarıda tapmışdıq ki, bu məsafə 25 dərəcəyə bərabərdir. Yəni cənuba doğru 25 dərəcə gedirik. Yəni 42 çıxılsın 25 bizə bərabərdir. 42 çıx 25 bərabərdir 17. Yəni biz çatdıq 17 şimal enliyinə. Və bizə deyir ki, şimal tropiki. Şimal tropiki də bildiyimiz kimi yerləşir 23,5 şimal enliyinə. Yəni bizə şimal tropiki ilə çatdığımız məntəqə arasında məsafə istəyir. Yəni bu məsafəni istəyir bizdən. Bunun üçün də biz 23,5 çıxılsın 17. Bu da bərabərdir 6,5. 6,5-i də biz vurmalıyıq 111-ə. Bu da alınır bizdə 721,5. Və Qvineya körfəzi dünyanın mərkəzi, yəni 0, enlik 0 uzunluq olduğu üçün, biz də şimal və şərq yarımkürəsində olduğu üçün şimal və şərqdə yerləşirik. Deməli, 127-ci sual. Coğrafi koordinatları 62 cənub enliyi və 62 qərb uzunluğu olan məntəqədən yerin mərkəzindən keçməklə xəyali ox keçirilsə, onun digər ucu hansı coğrafi koordinatlara malik məntəqədən çıxar? Yaxşı, deməli, cənubdan və qərbdən gediriksə, avtomatik olaraq şimal və şərqdən çıxmalıdır. Şimal və şərq. Bu ikisi olmaz ümumiyyətlə. Yəni şimaldan çıxmalıdır, şərqdən çıxmalıdır. 62 cənub enliyindən çıxmışıq, ox soxulubsa, həmin ox yenidən çıxacaq bizə 62 şimal enliyindən. Və həmçinin uzunluq isə onun arxasındakı meridian olmalıdır. Arxasındakı meridianı tapmaq üçün isə 180-dən 62-ni çıxmalıyıq. Bu da bərabərdir eləyir bizə 118 dərəcə şərq uzunluğu. Yəni eyni bir meridian çevrəsi uzunluğunda olan məntəqə olmalıdır. 62 şimal enliyi, 118 şərq uzunluğu bizim məntəqəmiz olmalıdır. Yenə eyni tip sual. Dediyimiz kimi 73 qalır, amma şimalcısı olacaq cənub enliyi. O biri isə 180 çıxılsın 73 eləyir 107. 107 qərb isə olacaq şərq uzunluğu. Deməli 73 cənub enliyi, 107 şərq uzunluğu. Bu təyyarə söhbətini burada çəkək. Təyyarə Bakı ilə eyni enlikdə yerləşən və onunla 180 uzunluq fərqinə malik olan. Deməli, enlik eynidir. Uzunluq Bakı ilə 180 uzunluq fərqi var. Bakı bildiyimiz kimi yerləşir 50 şərq uzunluğunda. 50 çıx 180 bərabərdir 130 qərb uzunluğunda yerləşir. Deməli, məntəqəmiz. Deyilir ki, bizə enlik eynidir. Deməli, bizim məntəqəmiz yerləşir 40 şimal enliyində və 130 qərb uzunluğunda. Malik mən yola çıxdı. O əvvəlcə 0 azimutla, sonra isə 180 dərəcəlik azimutla eyni meridian çevrəsi üzərində 11100 kilometr getdi. 11100 kilometri biz bölsək 111-ə alınır bizdə 100. Deməli, biz 100 dərəcə hərəkət etmişik. Bizə deyirik ki, eyni bir meridian çevrəsi üzərində hərəkət etmişik. Bu da bizim eyni bir meridian çevrəmiz. Eyni bir meridian çevrəmiz. Yəni, biz meridian çevrəsi bildiyimiz kimi qütb yerləşir 90 dərəcədə və bizə deyilir ki, əvvəlcə biz getdik deyir
0 azimutla. Yəni buradan 0 azimutla getmək bilərik biz maksimal 90-a qədər. Yəni biz 40 şimal enliyindəyik. 90 şimal enliyə qədər biz 50 dərəcə məsafə var. Bizim isə ümumi 100 dərəcəmiz var idi. Yəni biz 100 dərəcədən 50 dərəcəni getdik şimal qütbünə kimi. Qaldı bizdə 50 dərəcə. Qalan 50 dərəcəni isə biz 180 dərəcəlik azimutla getməliyik. Yəni 90 çıx 50. Bu da bərabərdir 40. 90 çıxsın 50. Yenidən biz qayıtdıq hara? 40 şimal enliyinə qayıtdıq biz meridian çevrəsi üzrə 100 dərəcə hərəkət etsək. Enliyimiz oldu 40 şimal enliyi, uzunluq isə 130 dərəcə qərb uzunluğundayıq. Onun arxasındakı meridian, yəni eyni bir meridian çevrəsi. Bu da eləyir 50, 50 qərb uzunluğu yox, 50 şərq uzunluğudur. Çünki 130 qərb idi. Yəni yenidən biz Bakıya qayıtdıq. Bakının koordinatları olmalıdır. 40 şimal, 50 şərq uzunluğu. Cavabımız B-dir. Qrafikdə 5 fərqli çayın xəritədə uzunluqları və aid olduğu xəritələrin miqyasının kəmiyyəti verilmişdir. Həqiqi uzunluğu daha çox olan çayı müəyyən edin. Deməli, bizə xəritədəki uzunluq verilib, xəritədəki məsafə yəni və miqyasının kəmiyyəti verilib. Birinci çayın deməli, miqyasın kəmiyyəti 2-dir, xəritədəki məsafə 20. Deməli, çayın uzunluğu 40 kilometrdir. İkinci çay 6, 8, deməli 48-dir. Üçüncü çay 8, 16. 8, 16 eləyəcək bizim üçün 128. 12, 12. Hər ikisi 12-dir. Deməli 144, 12 vurulsun 12. Həm miqyasın kəmiyyəti 12-dir, həm də çayın uzunluğu 12-dir. Burada miqyasın kəmiyyəti 18-dir. Çayın xəritədəki uzunluğu isə 6-dır. 18 vurulsun 6, o da 108 eləyəcək. Bizə ən uzunu istəyir. Ən uzunu deməli 4-cü çay ən uzun çaydır. Cavabımız olacaq A bəndi. Uyğunluğu müəyyən edin. Kartoqrafik, tarixi, müqayisə və coğrafi modelləşdirmə. Coğrafi hadisə və hadisənin qrafik və simvollar vasitəsilə hazırlanması və bu modelinin qurulmasıdır. Bu coğrafi modelləşdirmə üsuludur. Fərqli və oxşar xüsusiyyətləri, yəni fərqli və oxşar xüsusiyyətini biz müqayisə edirik. Müxtəlif məzmunlu xəritələrin əsasında öyrənir. Yəni kartoqrafik metod, kartoqraf bildiyimiz kimi xəritələr haqqında elmdir. Baş verən dəyişikliklər, yəni tarixən dəyişməsini öyrənir. Bu da tarixi metoddur. Tarixi metod. Deməli cavabımız C, D, B, A şəklində olmalıdır. Yəni cavab A bəndidir. Uyğunluğu müəyyən edin. Deməli Greenwich ekvator, şimal tropiki, onun kəsdiyi obyektlər lazımdır. Deməli Greenwich Əlcəzairdə kəsir, İspaniyada kəsir, Fransanı kəsir. Yəni bir dənə Keniyanı kəsmir. Qalan bütün obyektləri kəsir. Həmçinin dəniz və körfəzlərdən Şimal dənizində kəsir, Gvineya körfəzində kəsir, amma Meksika və Karibi kəsə bilməz. Çünki Meksika və Karib Qərb kürəsində yerləşir. Deməli, bura C və D ola bilməz. Sonra ekvator. Ekvator bildiyimiz ki, bu 4 ölkədən yalnız Keniyanı kəsir və su hövzələrindən də ekvator kəsir, Gvineya körfəzini, Meksika körfəzini kəsmir. Onun da cavab halilik bunlar qaldı. Deməli, birə oldu İspaniya və Şimal dənizi Greenwichə, ekvatora oldu Keniya və Gvineya körfəzi. Şimal tropiki Əlcəzairi kəsir, bəli. İndi Meksika körfəzini kəsir, yoxsa Karib dənizini? Şimal tropik xətti kəsir, Meksika körfəzini. Onun üçün cavabımız olmalıdır C bəndi. Karib dənizini kəsmir. 133-cü sual. 10 cənub enliyi 10 qərb uzunluğundan 90 azimutda uçan təyyarə çatdığı məntəqədən Bakı şəhərinə ən qısa yolla getmək üçün hansı okean və yarımadadan keçər? Deməli, biz yerləşirik 10 cənub enliyində və 10 qərb uzunluğunda. Və 90 azimutla, yəni şərqə doğru getmişik 60 dərəcə. Deməli, biz qərbdəyik və şərqə doğru getdiyimiz üçün bunu çıxmalıyıq. Alınır bizdə 50 dərəcə mənfi 50 olduğu üçün 50 şərq uzunluğu. Deməli, biz çatmışıq 50 şərq uzunluğu və 10 cənub enliyi. 50 şərq uzunluğu 10. Yəni, bizim uzunluğumuz Azərbaycanlı eyni bir uzunluq. Yəni, Azərbaycanın aşağısında yerləşirik, 10 cənub enliyində yerləşirik. Bu isə Hind okeanında
Somali yarımadasından aşağıda yerləşir. Yəni keçəcəyimiz okean bizə nə deyir? Ən qısa yolla getmək üçün hansı okean və yarımadadan keçməliyik bizə deyir. Keçəcəyimiz okean Hind okeanıdır. Okean Hind okeanı olmalıdır. Yarımada Somali yarımadası ola bilər, amma cavablarda Hind okeanı və Somali yoxdur. Ondan yuxarıda biz çıxsaq isə Ərəbistan yarımadasından keçəcəyik. Yəni həm Somali, həm Ərəbistan, amma burada Ərəbistan yarımadasından mütləq şəkildə biz keçməliyik. Su yolu ilə gediriksə. Bəli, su yolu ilə gediriksə, oradan keçməliyik. Deməli, cavabımız D bəndi olmalıdır. 134-cü sual. Xəritədə hərəkət xəttləri üsulu ilə təsvir olunur. Deməli, hərəkət xəttləri üsulu ilə adından da bilindiyi kimi hərəkət edən şeylərin istiqamətləri göstərilməlidir. Bu birinci bizə küləklər hərəkət xəttləridir. Havanın temperaturu hərəkət xəttləri deyil, keyfiyyət fonu ya da izoxəttlər üsulu ilə göstərilə bilər. Yağıntılar da həmçinin. Yük daşımalar hərəkət xəttləri üsuludur. Okean cərəyanı hərəkət xəttləridir. Mütləq hündürlük isə əsasən keyfiyyət fonu üsulu ilə göstərilir. Topoqrafik xəritəyə aid olmayan xüsusiyyətləri müəyyən edin. Deməli, topoqrafik xəritə böyük miqyaslı xəritələrdir. Miqyası 10 min ilə 200 min arasında dəyişir. Kiçik ərazilərin təsvir edilməsində istifadə olunur. Bəli, böyük miqyaslı xəritələrdə kiçik ərazilər təsvir olunur. Yəni, bu doğrudur, bizə doğru olmayan lazımdır. Ərazinin planlaşdırılmasında əhəmiyyətli rola malik deyil. Xeyr, əhəmiyyətli rola malikdir. Faydalı qazıntıların çıxarılması zamanı mühüm əhəmiyyət ilə seçilir. Bəli, topoqrafik xəritələrdən istifadə olunur bu vaxt. Mühəndis quyruqların tikintisində və texniki layihənin hazırlanmasında istifadə olunur. Bu da doğru cavabdır. Böyük miqyasda təsvir olunur, düzdür. Böyük ərazilərin təsviri, xeyr, böyük ərazilərin yox, kiçik ərazilərin təsvirində istifadə olunur. Onun üçün cavab 2 və 5 olmalıdır. Təhriflərin demək olar ki, olmadığı kartoqrafik təsvir vasitələri. Yarımkürələr xəritə. Yarımkürələr çox kiçik miqyaslıdır və burada səhvlər avtomatik olacaq. Plan. Planda bəli, təhriflər az olacaq. Demək olar ki, olmayacaq. Kiçik miqyaslı dünya xəritəsi. Kiçik miqyaslı dünya xəritəsi əksinə təhriflər daha çox olacaq. Azimutal tərtib olunmuş Antarktidanın xəritəsi. Xeyr, burada da düzdür. Tam Antarktidanın xəritəsi cənub qütbünün tərifi olmayacaq, amma digər təriflər olacaq. Qlobus, yerin ən ideal təsviri olduğu üçün demək olar tərif yoxdur. Topoqrafik xəritələrdə də təriflər çox az cüzi olur. Onun üçün cavab 2, 5, 6 olmalıdır. Düzgün fikirləri müəyyən edin. Okean cərəyanları izoxətlərlə göstərilir. Okean cərəyanı bayaq dedik ki, biz hərəkət xətləri üsulu ilə göstərilir. Bergştikin yamacın meyillik istiqamətini göstərir. Bəli, hansı tərəfə meyilli olduğunu göstərir. Nisbi hündürlük okean səviyyəsinə hesablanmır. Okean səviyyəsinə hesablanan mütləq hündürlükdür. Körpü miqyaslı şərti işarəli göstərilir. Bəli, körpü miqyaslı şərti işarədir. Topoqrafik xəritələr böyük miqyaslıdır. Planda yerin kürə və əyriliyi nəzərə alınır. Xeyr, planda alınmır. Qlobus və xəritədə nəzərə alınır. 2, 4, 5 olmalıdır. Düzgün fikirlər. Planda coğrafi xəritə təyin etmək mümkündür. Xeyr, mümkün deyil, çünki orada paralellər və meridianlar yoxdur. Xəritədə çayların eni və uzunluğunu hesablamaq olur. Xəritədə çayların yalnız uzunluğunu tapmaq olur, enini tapmaq olmur. Qlobusda eyni anda bütün dünyanı görmək mümkün deyil. Əksinə, eyni anda bütün dünyanı görmək mümkündür. Qlobusda, çünki qlobus bütün dünyanın xəritəsi, dünyanın edilmiş təsviridir. Magellan boğazı Bakıdan cənub-qərbdə yerləşir. Magellan, bəli, Bakıdan cənub və qərb istiqamətində yerləşir. Bütün materiklər böyük coğrafi kəşflər dövründə kəşf edilib. Bütün materiklər böyük coğrafi kəşflər dövründə xeyr, kəşf edilməyib. Antarktida, Avstraliya hələ kəşf olunmamışdır. Bütün məntəqələr şimal coğrafi qütbündən bəli, bütün məntəqələr şimal coğrafi qütbündən cənubda yerləşir. Deməli, 2 cavab doğru oldu. Bir də baxaq, əsasən 3 cavab doğru olur. Planda koordinat təyin etmək xeyr mümkün deyil. Tamamilə səhvdir. Tamamilə səhvdir. Qlobusda eyni anda bütün dünyanı görmək mümkün deyil. Biraz məntiqi fikirləşsək, həqiqətən də eyni anda bütün dünyanı görmək mümkün deyil. Təsvir etmək mümkündür. Bunu təsvir etmək kimi anlasaq mümkündür, amma eyni anda görmək doğrudan da mümkün deyil. Onun üçün 3-ü də götürmək olar. Magellan bütün böyük coğrafi kəşf olunmayıb. Onun üçün cavab 3, 4, 6 götürülə bilər burada.
Kiçik miqyaslı dünyanın xəritəsinin qlobusundan fərqli əlamətləri. Coğrafi koordinatları hesablamaq mümkündür. Koordinatlar hər ikisində mövcuddur. Təsvirində kartografik proyeksiyadan istifadə edilir. Bəli, xəritələrin hazırlanmasında proyeksiyadan istifadə olunur. Bəli, xəritə həmçinin müstəvi təsviridir. Dərəcə toru hər ikisində var. Yerin əyriliyi nəzərə alınır. Hər ikisinin yeri nəzərə alınır. Eyni anda yer kürəsini eyni anda görmək mümkündür. Bəli, bayaqki şeydir. Biz qlobusda yalnız baxanda bir tərəfini görürük. Eyni anda bütün hissəsini görə bilmirik. Planın xəritədən fərqli əlamətləri. Yerin əyriliyi nəzərə alınmır. Bəli, planda nəzərə alınmır. Dərəcə toru xeyir verilmir. Miqyas 10.000-dən böyük olur. Bəli, 10 milyondan böyük olur. Relyefin təsviri layla rəngləmə üsulundan istifadə edilir. Xeyr, bu xəritəyə də aiddir. Generalizasiya daha çox olur. Əksinə generalizasiya daha az olur. Təriflər demək olar ki, olmur planda. Dünyanın 80 milyon miqyaslı torpaq xəritəsinin Azərbaycanın 1 milyon 2 milyon 500 min miqyaslı relyef xəritəsi ilə oxşar xüsusiyyətləri. Kiçik əraziləri əhatə edir. Dünya deyir Azərbaycan, əksinə böyük əraziləri əhatə edir. Tematik xəritədir. Torpaq, relyef xəritəsi. Biri torpaq xəritəsi, biri relyef xəritəsi. Hər ikisi tematik xəritələrdir. Antropogen kompleks təsvir edilmişdir. Antropogen kompleks xeyr, heç bir antropogen deyil, yəni insan təsiri yaranmış relyef deyil. Kiçik miqyaslı xəritələrdir. Hər ikisi kiçik miqyaslıdır. 1 milyon və ondan kiçikdirsə kiçik miqyaslı xəritələrdir. Əsasən bir komponent təsvir olunur. Bəli, tematikdirsə bir komponent təsvir olunur. Ümumi coğrafi xəritələr deyil, tematik xəritələrdir. 2, 4, 5 cavabımız olmalıdır. X və Y məntəqələrinə aid olan xüsusiyyətlər. Eyni coğrafi uzunluqda yerləşir. X və Y bəli, diqqətimizə görürük ki, eyni meridian üzərindədir. Deməli, eyni coğrafi uzunluqda yerləşir. Şimal qütbündən məsafələri eyni deyil. X daha yaxındır, Y daha uzaqdır. Şərq yarımkürəsində yerləşirlər. Bəli, yəni Avrasiyada, Şərq yarımkürəsində yerləşir. X həmçinin Y-də Madagaskar yenə Şərq yarımkürəsidir. Qərbdə yerləşmirlər. X məntəqəsi Y-dən 0 azimutda yerləşir. Bəli, doğrudur. Y X-dən şimalda. Y X-dən şimalda yox, cənubda 180 azimutda yerləşir. Yenə aydın xüsusiyyətlər istəyir. Bu dəfə A və B eyni paralel üstündədir. Eyni coğrafi uzunluq bu dəfə deyil. Şimal qütbündən məsafələri bəli, eyni paralel üzərində yerləşdiyi üçün eynidir. Biri şərqdə, biri qərb yarımkürəsində yerləşir. Bəli, A qərbdədir, B şərqdədir. A nöqtəsi B-dən şərqdədir. Əksinə A qərbdədir. 0 dərəcəlik meridiandan məsafələri eynidir. 0 dərəcəlik meridiandan xeyr, A daha yaxındır 0 dərəcəlik meridiana. Eyni paralel üzərində yerləşirlər. Bəli, yəni cavab 2, 3, 6 olmalıdır. 144-cü sual. Tematik xəritələrə aid olan əlamət. Deməli, xəritələr bildiyimiz ki, məzmununa görə 3 cür olur. Ümumi coğrafi, tematik və kompleks. Tematik xəritələr yalnız bir mövzudan bəhs edən və həmin bir mövzu bir komment daha ətraflı təsvir olunur. Ssenari xəritələri kompleks xəritələrdir. Topoqrafi xəritələr ümumi coğrafi xəritələr hesab olunur. İqlim qurşaqları xəritəsi bir mövzudan bəhs etdiyi üçün tematik xəritələrdir. Xəritənin miqyası böyüdükcə meridianlar arasında dərəcə fərqi azalır. Meridian dərəcə dəyişmir. Obyektlərin təsvir dərxiliyi artır. Generalizasiya, ümumiləşdirmə azalır. Daha kiçik ərazi təsvir olunur. Bəli, böyük miqyaslı xəritələrdə kiçik ərazi təsvir olunur. Dərəcə fərqi dəyişmir. Kəmiyyət əksinə kiçilir. Coğrafi koordinatı 40 cənub enliyi 130 qərb uzunluğu olan məntəqə ilə Bakı arasında ümumi əlamətləri. Deməli, 40 cənub enliyi 130 qərb uzunluğu. Deməli, 130 qərb uzunluğu və Bakı şəhəri. 180 dərəcəlik meridiandan məsafələri eynidir. Xeyr, 130 qərb uzunluğu daha yaxındır. Yerləşdikləri paralelin 1 dərəcəlik bölgüsünün uzunluğu bərabərdir. Bəli, çünki hər ikisi 40-cı paraleldə yerləşir. Bir 40 cənub, 40 şimal enliyi olsa da paralellərin uzunluqları eyni olacaq, əgər hər ikisi 40 enlikdədirsə. Qvineya körfəzindən eyni azimutda yerləşirlər. Xeyr, biri şimal, biri cənubda yerləşir. Coğrafi qütblərdən məsafələri eynidir. Coğrafi qütblərdən məsafələri eynidir. Yəni bizə şimal-cənubda ümumiyyətlə qütblərdən məsafələri deyirsə, bəli, bu doğru fikirdir. Ekvatordan dərəcə fərqi eynidir. Bəli, hər ikisi 40 dərəcədir. Qütb ulduzu cənubda görsənə bilməz. Onun üçün cavab 2, 4, 5 olmalıdır.
Sxemdə verilən A məntəqəsinin yerləşdiyi paralelin B məntəqəsinin yerləşdiyi paraleldən fərqli əlamətləri. Bizə A-ya aid olub, B-yə aid olmayanlar lazımdır. 3 yarımkürədə yerləşir. Biz meridianları görmürük. Onun üçün 3 yarımkürədə ümumiyyətlə paralel deyirsə, bütün paralellər 3 yarımkürədə yerləşir. Bütün paralellər 3 yarımkürədə yerləşir. Onun üçün bu fərqli xüsusiyyət deyil. Bütün fəsillər aydın müşahidə olunur. Bizə A nöqtəsində hər ikisində fəsillər müşahidə olunur. Çünki hər ikisi mülayim işıqlanma qovşağında yerləşir. Daha çox sayda materiki kəsib keçir. Deməli, 30 şimal enliyi Şimali Amerikanı, Afrikanı və Avrasiyanı keçəcək. Kəsib keçə bilər. 50 cənub enliyi isə yalnız Cənubi Amerikanı kəsir. Onun üçün bu fikir doğru fikirdir. Qütb ulduzu müşahidə edilir. Bəzi şimalda görünür, cənubda görünmür. Ən böyük okeanı kəsib keçir. Ən böyük okean Sakit okeandır və Sakit okeanı hər ikisi kəsəcək. Onun üçün bu fərqli xüsusiyyət deyil. Bir dərəcə pörüsün uzunluğu daha böyükdür. Ekvatora daha yaxın olduğu üçün daha böyük olmalıdır. Coğrafi ifadələrdən düzgün olanları müəyyən edin. Xəritənin miqyası böyüdükcə ümumiləşdirmə, yəni generalizasiya azalmalıdır. Kiçik miqyaslı qlobusda yer kürəsi kiçik təsvir olunur. Bəli, doğrudur. Horizontalların sıxılığı yamacın meyillik dərəcəsini göstərir. Meyilliyinin nə qədər meyilli olduğunu bəli göstərər. Ümumcoğrafi xəritələrdə əhalinin sıxılığı müəyyən etmək olur. Ümumcoğrafi xəritələr, əsasən ümumcoğrafi xəritələr iqtisadi və fiziki xəritələrdir. Yəni burada əhali olmayacaq. Bütün kartografik təsvir vasitəsilə üfüqün cəhətini müəyyən etmək mümkündür. Bəli, həm planda, həm qlobusda, həm də xəritədə təyin etmək mümkündür. Tematik xəritələrdə ancaq yer səthində görünən obyektlər təsvir edilir. Xeyr. Yer üstündə görünən obyektlər yox, görünməyən obyektlər də ola bilər. Onun üçün cavabımız 2, 3, 5 olmalıdır. Konus proyeksiyasına aydınlıq xüsusiyyətlər. Ekvatorda təriflər sıfıra bərabər olur. Bu silindrə aiddir. Meridian və paralellər bir-biri ilə düzbucaq altında kəsişir. Bu da yenə silindrə aiddir. Paralellər qövsvari formada, meridianlar bir nöqtədən çıxan düz xətlər şəklində verilir. Bəli, doğru fikirdir. Toxunma paralellərinə təriflər olmur. Bəli, həm silindr, həm konusa aid xüsusiyyətdir. Ekvator yaxın ərazilərin tərtibi üçün daha məqsədə uyğundur. Bu silindrə aiddir. Qütbətrafı ərazinin xəritəsini tərtib etmək daha məqsədə uyğundur. Yəni tam qütblər yox, qütbətrafı ərazilər ola bilər. Tam qütblər azimutal proyeksiya üçün daha məqsədə uyğundur. Silindrik proyeksiyada aydınlıq xüsusiyyət. Qütbətrafı ərazilərdə tərif olmur. Əksinə təriflər çox olur. Meridian və paralellər düzbucaq altında kəsişir. Ekvator boyu ərazilərdə tərif olmur. Meridian və paralellər qövsvarı yox. Ekvator qütblərə doğru təriflər artır. İstənilən paralel boyu tərif sıfıra bərabər deyil. Yalnız ekvator paralelində tərif sıfıra bərabərdir. A və B məntəqələri ekvator və Greenwich'in meridianının kəsişdiyi nöqtədən, yəni ekvator və Greenwich'in kəsişdiyi nöqtədən yerləşir. Lakin A məntəqəsi buradan 45 dərəcə azimutda, B məntəqəsi isə 135 azimutda yerləşir. Bu bizim A məntəqəmiz, bu da B məntəqəmiz. Bu məntəqələrə aid ümumi əlamətlər müəyyən edilir. Deməli, bu məntəqələr eyni meridian üzərində olmalıdır deməli. Bakıdan eyni məsafədə yerləşir. Xeyr, A şimalda olduğu üçün A daha yaxın olacaq. Eyni meridian üzərindədirsə, yerli və qovşaq vaxtları eyni olacaq. Yaz gecə gündüz bərabərliyi günündə günəş şüaları günorta vaxtı eyni bucağa düşəcək. Bəli, yaz gecə gündüz bərabərliyi günü günəş ekvatorda zilindədir. Həm A, həm B ekvatordan eyni məsafədə yerləşdiyi üçün düşmə bucağı da eyni olacaq. Eyni paralel çevrəsi üzərindədir. Eyni paralel yox, eyni meridian çevrəsi üzərindədir. Qış gün dönümü günündə günəş şüaları günorta vaxtı eyni bucaq altında düşür. Xeyr, qış gün dönümündə günəş cənubda olduğu üçün B-yə daha böyük bucaqlar düşəcək. Eyni meridian üzərində, bəli. A məntəqəsi 30 şərq uzunluğunda yerləşir. A 30 şərq uzunluğunda yerləşir. A məntəqəsi 30 şərq uzunluğunda yerləşir. Bu A'mız olsun, 30 şərq uzunluğu.
Bu məntəqənin yerləşdiyi enlikdən şimal tropikinə qədər ən qısa məsafə 4773-dür. Yəni biz 4773-ü bölməliyik 111-ə. Böl 111. Bu da eləyir 43 dərəcə. 43 dərəcə bizə deyir 43 dərəcə məsafədə yerləşir. Amma demir ki, şimaldadırmı? Cənub yarımkürəsinin A məntəqəsi üçün doğru fikir. Cənub yarımkürəsində yerləşirsə A məntəqəsi. Deməli bu bizim 23,5 şimal enliyimizdirsə, yəni şimal tropikidirsə, ondan cənubda olmalıdır. Çünki şimalda olsa artıq şimal yarımkürəsində olur. Bizə burada cənub yarımkürəsində deyir. Onun üçün də biz 23,5 çıxılsın 43 eləsək, bu da eləyir bizə 19,5. Deməli, məntəqə yerləşir 19,5 cənub enliyində yerləşir. Dünyanın ən isti materikindən şərq istiqamətində axan çay hövzəsinə uyğun gəlir. Dünyanın ən isti materiki Afrikadır. Afrikadan şərq istiqamətində axan çay hövzəsinə aiddir. Afrikadan şərq istiqamətində axan çaylar burada Zambezi çayı, Limpopo çayı kimi çaylar var. Onlar da tökülür Hind okeanına. İndi bizim yerləşdiyimiz məntəqə Hind okeanına uyğun gəlirmi? 30 şərq uzunluğu, 19 dərəcə cənub enliyi. Deməli, burada Zambezi, Limpopo çayları demişdik. Çay hövzəsinə uyğun gəlir deyir. Yəni çayın qolları ilə birlikdə çay hövzəsinə əmələ gəlir. Bu da təxmini həmin əraziyə düşür, Afrikaya düşür. Orada da Zambezi, Limpopo çayının keçdiyi ərazidir. Yəni onun üçün bu doğru fikirdir. 22 dekabr tarixinin günəşin zenit vəziyyəti müşahidə olunmur. 22 dekabr günəş 23,5 cənub enliyində olur. Bizim enliyimiz isə 19,5 cənub enliyidir. Həqiqətən də müşahidə olunmur. Koordinatları 23,5 şimal enliyi deyil, 19 cənub enliyi tapmışıq biz. London şəhəri ilə yerli vaxt fərqi 2 saatdır. London bildiyimiz kimi yerləşir 0 dərəcə uzunluqda. Bizim məntəqəmiz isə 30 dərəcə enlikdə uzunluqdadır. 30 çıxılsın 0 elə 30. 30-u da biz bölsək 15-ə eləyir 2. Deməli, həqiqətən də 2 saat vaxt fərqi mövcuddur. Bu da onda doğru fikirdir. Qütb ulduzu müşahidə edilir. Xeyr, cənubda olduğu üçün qütb ulduzu müşahidə edilmir. Şimal mülayim işıqlanma qovşağında yerləşmə ümumiyyətlə cənub yarımkürəsində yerləşdiyi üçün. Cavab 1, 2, 4 olmalıdır. İki şəhər arasındakı məsafə 50 milyon miqyaslı qlobusda 7,5 olarsa, yer üzərindəki məsafəni tapın. Ədədi miqyası izahlı miqyasa çevirsək 500 alınır. Bu da 7,5 olsun 500. 7,5'i 500. ...3750 kilometre. Həqiqi məsafə 3750 kilometrdir. 154-cü suala baxaq. A və D məntəqələri arasındakı məsafəni ABCD xətti üzrə kilometrlə müəyyən edin. 1 dərəcəlik meridian və ekvator qarşısının uzunluğu 111 kilometrdir. Deməli, A-dan B-yə qədər olan məsafə 40 şimal enliyi, B isə yerləşir 0 enlikdə. Deməli, cəmi 40 dərəcə məsafə var. B və C arasındakı məsafəyə baxaq. B yerləşir 20 qərb uzunluğunda, C 60 şərq uzunluğunda. Yəni 20 üstü gəlsin 60, 80 dərəcə fərqi var. C-dən D-yə qədər isə C 0-da, D 20-də 20 dərəcə fərqi var. Yəni ümumi olaraq A, B, B, C və C-dir. A ilə B eyni meridian, B və C ekvator, D və C isə yerləşir yenə meridian üzərində. Yəni hamısında 1 dərəcədə qarşısının uzunluğu 111 kilometrdir. Ümumi dərəcə fərqi 140 dərəcədir. Yəni 140-ı biz vurmalıyıq 111 kilometrə. 140 vurulsun 111 hesablayaq. Deməli, bu da bərabərdir 15540 kilometrə. Sonra aşağı digər suala baxaq. Yenə eyni tip sualdır. A-dan B-yə qədər 40 dərəcəlik məsafə var. B-dən C-yə qədər 60. C-dən D-yə qədər 40. Yəni cəmi yenə 140-dır. Yəni 140, 111, yenə 15540
540 alınacaq bizdə. 156-cı sual. Miqyası 1 bölünsün 50 milyon olan qlobusda 40 şimal enliyi ilə şimal qütbü arasında ən qısa məsafəni santimetrlə hesablayın. Deməli, şimal qütbü bildiyimiz kimi 90-da yerləşir. 40 şimal enliyi. Aralarında 50 dərəcə fərq var. 1 dərəcə 111 kilometr olduğu üçün 5550 kilometr məsafə var deməli. Bu məsafə həqiqi məsafədir. Miqyasımız isə 5-0 siləndə ədədi miqyası izalı miqyasa çevirirsək 500 alınır. Həqiqi məsafə olan 5550-ni deməli biz bölməliyik 500-ə. Bu da alınır bizdə 11,1 santimetr xəritədəki məsafə. 11,1 santimetr alınır cavab. 157-ci sual. İki şəhər arasındakı məsafəni böyük miqyaslı qlobusda. Deməli, qlobuslar bildiyimiz kimi 3 miqyasda olur. Böyük, orta, kiçik. Böyük miqyaslı qlobusun miqyası 1 bölünsün 30 milyona bərabər olur. Deməli, biz bu ədədi miqyası izalı miqyasa çevirsək, qalır bizdə 300. Xəritədəki məsafədə 7,5 olarsa, biz 7,5-i vurmalıyıq 300-ə. 7,5 vurulsun 300. Bərabərdir 2250. 2250 kilometr. Deməli, həqiqi məsafə 2250 kilometrə bərabərdir. Ekvator üzərində 5 dərəcə fərq olan məntəqələr arasındakı məsafə 22,2 santimetrdir. Ərazisi 1562,5 kilometr olan meşənin həmin xəritədəki sahəsini kvadrat santimetrlə müəyyən edin. Deməli, ekvator üzərində 1 dərəcə bildiyimiz kimi 111 kilometrə bərabərdir. Onun üçün 5-i vurduq 111-ə alındı bizdə 555 kilometr. Bu bizim həqiqi məsafəmizdir. Xəritədəki məsafə isə 22,2 santimetrdir. Biz miqyası tapmaq üçün 555-i bölməliyik 22,2-yə. Bunu bölək əvvəlcə biz. Bərabərdir 25. Deməli, miqyasımız 25-dir. Sonra bizə həqiqi məsafəmiz var. Yəni, həqiqi məsafə 1562,5-dir. Bunu biz xəritədəki sahəni tapmaq üçün həqiqi sahəni bölməliyik miqyasın kvadratına. Yəni, 25-in kvadratı bərabərdir 625. Bu da bərabərdir 2,5 eləyir. Deməli, cavabımız 2,5 santimetr kvadrat olmalıdır. Coğrafi koordinatları 40 şimal enliyi və 130 qərb uzunluğu olan məntəqə ilə Bakı şəhərində arasında ən qısa məsafəni tapın. Deməli, Bakı şəhəri bildiyimiz kimi 40 şimal, 50 şərq uzunluğunda yerləşir. Bu məntəqə isə 40 şimal, 130 qərb uzunluğunda yerləşir. Bu iki məntəqə arasındakı məsafəyə diqqətli fikir versək, iki məntəqə arasında uzunluq fərqi 180 dərəcədir. 180 dərəcə uzunluq fərqi varsa biz demişdik ki, onlar eyni meridian çevrəsi üzərində yerləşir. Və burası qütbümüz olsa, 40 dərəcə şimal enliyindən qütbə qədər 50 dərəcə məsafə var və yenidən qütbdən 40 dərəcə şimal enliyə qədər 50 dərəcə məsafə var. Cəmi bu məsafə deməli 100 dərəcədir. Bizə məsafəni istəyir kilometrlə, 100-ü onda vurmalıyıq 111-ə. Bu da eləyir 11100 kilometr deməli məsafə var bu iki məntəqə arasında. 500 mil miqyaslı xəritədə meşənin sahəsi 6 kvadrat santimetrdir. Onun sahəsi 25% quruyarsa neçə kvadrat kilometr meşə sahəsi qalar? Əvvəlcə ədədi miqyası izahlı miqyasa çevirək. Deməli 6 kvadrat santimetr məsafə var deyir bizə. Deməli 6-nı biz vurmalıyıq deməli 5-in kvadratına, yəni 25-ə. 6 vurulsun 25 eləyir 150. Deməli həqiqi sahə 150 kilometr kvadratdır. Bizə deyir 25% quruyarsa. Yəni 150-nin tapaq biz 25%-ni. Biz 50-yə ixtisar eləsək, 53, 2, 3 vurulsun 25, 75 bölü 2.
Bu da bərabərdir 37,5. Deməli 37,5 azalacaq. Bizdə 150 var idi. 150 çıx 37,5. Bu da bərabərdir 112,5 eləyir cavabımız. Cavabımız deməli 112,5-dir. 161-ci sual. Yaxınki görünür. 180 dərəcə meridian üzərində olan A məntəqəsi 37 dərəcə şərq uzunluğudur deyirsən. 37 dərəcə eyni meridian şimal enliyi onda. B məntəqəsi isə 43 dərəcə şimal enliyində yerləşir. Baş miqyas 1 sm-də 200 km olan xəritədə bu məntəqələr arasındakı məsafə 45 sm olarsa, təhrifi müəyyən edin. Deməli, bu 37 cənub enliyidir. Biri cənub, biri şimal olanda biz toplamalıyıq. 43, bu da bərabərdir 80 dərəcə. Və eyni meridian üzərindədirsə 80-i vurmalıyıq biz 111-ə. Bu da bərabərdir eləyir 8880 km. Deməli, aralarındakı məsafə 8880 km-dir A və B məntəqələri arasında. Sonra, miqyas bərabərdir 200. Miqyas 200, xəritədəki məsafə də 45 olarsa, həqiqi məsafəni tapmaq üçün biz 200-i vurmalıyıq 45-ə. Bu da bərabərdir, alınır bizdə 9000. Deməli, məntəqələr arası həqiqi məsafə 9000-dir. Biz 9000 tapdıq miqyasa əsasən, dərəcəyə əsasən isə tapdıq 8880. Deməli, təhrifi tapmaq üçün bunlar bir-birindən çıxır, alınır bizdə 120. Deməli, təhrifimiz 120 km-dir. Sxemdə yararlı torpaq sahəsi 1,6 kilometr genişlənərsə, ərazi neçə faiz artar? Deməli, xəritədəki sahə verilib bizə 10 sm kvadrat və miqyasımız var. Miqyası alınır bizdə 0,8. Biz həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni, yəni 10-u vurmalıyıq 0,8-in kvadratına. 0,8-in kvadratı alınır bizdə 0,64. 10 vurulsun 0,64 isə 6,4. 6,4 deməli bizdə həqiqi sahədir. 1,6 genişlənərsə deyir bizə. Yəni 6,4 100%. 1,6 x. X bərabərdir buradan. X bərabərdir. 1,6 vur 100 böl 6,4 alınır biz burada. Bununla bunu ixtisar eləsək qalır bizə 4. 100 böl 4 25. Deməli cavabımız 25% olmalıdır. Paytaxt şəhərləri şimal qütbündən məsafəsinin artması ardıcıllığı ilə müəyyən edilir. Deməli, şimal qütbünə ən yaxını bizə bunlardan Berlin olmalıdır. Daha sonra Madrid olmalıdır. Daha sonra Mexico, ən yaxını isə Jakartadır. Bu bizə şimal qütbündən deyir. Mən ekvatoru fikirləşdim. Ekvatoru, yəni yenə də eyni formadadır, bəli. Şimal qütbünə ən yaxın olan Berlindir, daha sonra Madrid, daha sonra Mexico, daha sonra da Jakarta, bəli. 4-2-1-3 şəklində olmalıdır. Ən uzağı Jakartadır şimal qütbünün. Coğrafi obyektlər yoğunluğunu müəyyən edin. Yeni dünya, köhnə dünya. Deməli, yeni dünya deyəndə Amerika qitəsi nəzərdə tutulur. Qafqaz dağları Avrasiya, yəni köhnə dünyadır. Appalaç dağları Şimali Amerika, yəni yeni dünya. Orinoco ovalığı Cənubi Amerika, yeni dünya. Mesopotamiya, Avrasiya, köhnə dünya. Böyük düzənliklər yeni dünyada yerləşir. Müvafiq olaraq 2, 4 və 3 yarımkürədə yerləşən materiklər. Deməli, Cənubi Amerika yerləşir 3 yarımkürədə, yəni aiddir 3-ə. 1, 2 və 3 yazaq. Deməli, aiddir 3-ə. Şimali Amerika yerləşir 2 yarımkürədə, yəni aiddir 1-ə. 1-ə, bu da B, aiddir 1-ə. Avstraliya 2 yarımkürədə yerləşir, bu da aiddir 1-ə. Afrika 4 yarımkürədə yeganə materikdir, aiddir 2-yə. Avrasiya isə yenə 3 yarımkürədə yerləşir. Bu da bura aiddir.
Bu şəkildə olmalıdır. Deməli, cavabımız 165-ci, yəni xəritə və qlobus mövzusunun sonuncu sualında.